Merhaba. Səhər təxəllüsü ilə şeir yazan Həmidə Rəisilzadənin ölümünə çox üzüldüm. Gerçəkdən. Çox acı və biraz da romantik, nostaljik bir xatirəm vardı. Bilmirəm sənə danışmışdım yoxsa yox o zaman. 1364-cü il. 1985-ci il olur sanıram miladi illə. Mən bu orta məktəbi bitirib əsgərliyə getdim. Tehranda əfsəriyyə qarnizonunda, Padığanında. Orada 3 aylıq təlim devrini keçirdik. Eşitmişdim o Tehranın İnqilab Xiyabanının meydanına yaxın orada biraz aşağıya tərəf gedəndə çayxana var. Ora adamlar yığılırlar filan. Zirzəmində. Ora toplaşırlar. Amma elə belə eşitmişdim. Təcrübəm yox idi. Əmim oğlu ilə bərabər əskərliyə getmişdik. Əlbəttə sonra mən universitetə girdikdən sonra əskərlikdən soyundum, getdim səbtinam etməyə Təbrizə. Amma o qaldı. Sonra cümə günləri, həftə sonu kimin Tehranda qohumu var idi, gedib, pəncşənbə günü, cümə günü tətil olurdu. Pəncşənbə günü gelib gecəni qala bilər. Sonra cümə günü axşam gecə saat 8-dən gec olmamaq şərti ilə, ya onu ən gec saat 10-a qədər gəlməli idi. Çünki şənbə günü təlimlər başlayırdı. Biz də çıxdıq ikimiz, durduq, getdik şəhərin mərkəzinə, orada kitabxana, kitab mağazası falan vardı. Orada baxdıqdan sonra qarnımız ac idi, getdik ki, o çayxana ki, mən deyirəm, ora İranın ziyalıları falan yığışardı. Onun adresini doğru dəqiq bilmirdim. Sadəcə eşitmişdim ki, orada belə bir böyük çayxana var. Bir neçə dənə çayxana var idi. Gördüm birində elə ikimiz də gördük ki, o universitetindən təqribən üz-üzə bir yerdə yazmış çayxana, İnqilab çayxanası. Dedik, gedək burada bir şey yiyək. Getdik, hərəmiz bir dənə piti sifariş etdik. Yiyə gördüm, ikimiz də elə yerik. Biraz o tərəfdə bizim dilimizdə danışırlar. Hamı türkçə danışırdı, amma orada bir 10-15 nəfər var idi. Onlar ədəbiyyat haqqında danışırdılar. Nə bilim, Süleyman Rüstəmin, Səbət Vurğunun şeirini filanı kağızın üzündən oxuyurdular. Radiodan eşitmişdilər ya nəsə. Xülasə dəftərlərindən oxuyurdular. Mənim əmə oğlum dedi, sənin yerində. Biz də təlimdən çıxdıqdan sonra əlimizdə çanta vardı. Paltarımızı qoymuşduq onun içinə. Şəxsi paltarımızı geyib çıxmışdıq. Xülasə oturduq, qulaq astıq, ikimiz də oradan danışırlar. Daha sonra oradakı adamlarla dost olduq, onlar tanış olduq. Deməklə əvvəldən elə onların qələmləri ilə mən o Furuğu Azadi ruznaməsi çıxardaq, türkçə səhifəsi olardı, orada bizim şeirlərimiz də çap olardı. Orada onların da bəzilərinin adını görmüşdüm, özlərini yaxından tanımırdım. Xülasə biz yeməyimizi yiyə-yiyə artıq bir-birimizlə də bu əmim oğlu ilə danışmırıq. Görək bunlar nə danışırlar. Qulaq asıram onlara. Məmməd Ərazidən, xülasə o tərəfdən də, o zaman da Sovetin güclü vaxtıdır. Sanıram o zaman Qarbaçov gəlmişdi ya gəlməmişdi. Təzə gəlsə də təzə gəlmişdi. Təzə gəlsə də amma islahat başlamamışdı. O prostorika hələ başlamamışdı. Böyle oldu və yeməyimizi yedik falan, axırda dözə bilmədim. Mən
Orada ki təqribən bir 15 ay yaxın bir yekə bir ətrafda şey eləmişdilər. Diqqətlə danışırdılar, qəlyan çəkən filan. Dedim, bağışlayın, sizə qatıla bilərikmi biz də oradakılara? Ondan sonra onlar da çox şad oldular. Dediler, buyurun, belə. Mən biraz danışandan sonra bunlar elə bilirlər, mən o tərəfdən gəlmişəm, Bakıdan gəlmişəm. Hamısı belə düşünür. Ləhcəm biraz ədəbi dilə yaxın olduğu üçün. Yadımdan çıxıbdı, o adam çox idi. Hamısının əlbəttə indi adı yadımda deyil. Dedi, haçan gəlmişsən? Dedim, mən elə bilirəm Tehrandan da nə zaman gəlmişsən deyirlər. Dedim, təzə gəlmişik. Bunlar da elə bilirlər ki, mən Bakıdan təzə gəldiyimi deyirəm. Belə. Başladım bunlara şeir oxumağa. Məndə sinə dəftər, əzbər, şeir filan. Hamısı heyrət elədi. Hamısı sustu. Mən danışıram, oxuyuram. 2 saat filan orada mən söhbət elədim. Bunların içərisindən birisi ayrıldı, çıxdı dışarı. Dedi, gözləyin, gəlirəm. Bu da Saplaq idi. Saplaq yadındadır da. Gözəl şeiri var idi. Bir dənə də deyir, əla ya əyyuhəl yoxsul, eşit bu sözləri bilha. Elə nallallar rəngindən durarsan dombalaq milha. Kirayə evdə əyləşsən, əyil ev sahibin görcək. Həmişə ehtiram ilə tapılmaz yoxsa mənzil ha. Bu şeiri mən Saplağı orada görmədən eşitmişdim. Ya başqa bir şeiri var idi. Əgərçi vəzi pırtlaşdı, pərişan oldu İranlı, vəli şükr olsun Allaha, müsəlman oldu İranlı, yetəndə yevmi aşura çəkib şəmşir bürrani, yarıb öz başını qanına qəltan oldu İranlı. Belə şeirlərini eşitmişdik. Bəlkə sən də eşitmişdin. Amma bilmirdim, bu dışarı çıxan adam Saplaqdır. Saplaq getdi bir 20 dəqiqədən sonra geri döndü. 20 dəqiqədən sonra geri döndü. O zaman da indi əlimizdəki telefonlar yox idi. Küçədə telefon olardı. 5 qrandan, 2 qrandan çalışardı. Sən demə bu gedir. Bu Səhər xanım. Səhər Rəisizadəyə, Həmidə Rəisizadə Səhər xanıma telefon edir ki, deyir belə oğlan gəlmiş. Orada da artıq mən anlatmışdım ki, mən Bakıdan zaten gəlməmişəm. Mən bu vətənin evladıyam. Ona deyir ki, soruşur ki, əgər siz müsait olsanız bu oğlanı da götürək, gələk sənin yanına biraz gecəni sizin yanınızda keçirdik, dedi, deyir. Və o da qəbul edir. Mən də Həmidə Rəisizadənin, sən də elə, o zaman o qəzetdə çıxan rəsmi də var idi. Sonra ədəbiyyat ocağı çıxmışdı, yadında olsa. Yəhya şeydə çıxartmışdı. Sənin də şeirin çıxmışdı. Orada onun bir rəsmi var idi. Ondan başqa rəsmi qalmamış heç. Orada şeirini oxumuşduq. Sənin də o məşhur şeirin orada çapılmışdı. O anam xalq oduna pərvanə doğmuş. Hər zaman yanıram, sönə bilmirəm. Sevdiyim bir günəş günahım olmuş. Yandırıb yaxsa da dönə bilmirəm. Qorqudum sazının teli qırılmaz. Qazamat qoynuna qoyularsa da nəsimi olanın qorxusu olmaz. İnsanlıq yolunda soyularsa da. Bu şeir də çox məşhurlaşmışdı o zaman. Sənin bu şeirindən də orada söz edildi. İndi onu deyəcəyəm. Məclis toplananda biz hazırlaşdıq getməyə 2 nəfər, mən və əmim oğlu. Dönək gedək şəhərə, Padıqana. Biz çıxmışdıq, gəzək dolanaq şəhəri, bir də axşam dönək Padıqana. Amma qalacaq yeri olanlar qalıb gecəni qala bilib, sabahları axşam dönə bilərdilər. Saplaq mənə dedi, siz Padıqana, qarnizona geri dönməli misiniz? Dedim ki, mən danışırdım. Dedim, hə də dönməliyik ya da bir yer olmalıdır. Qohumlarımızdan zaten. Gecəni biz orada qalmalıyıq. Sabahları axşam dönməliyik. Dedi, lap yaxşı, o zaman siz getməyin.
Bir yerə mən zəng elədim. Adını da özünü də təqdim etdi. Dedi mən adım Saplaq. Saplaq deyəndə mənim boynuna sarıldı. Dedim mən Saplaq səni tanıyıram. Şeiri bir qismində əzbər bilirəm. Özünü oxudum, çox şad oldular. Sonra o zaman əlbəttə indi onların çoxu rəhmətə getmişlər. Sıra bizə çatmaqdadır. O Kərəzdə zəngin, çox sərmayədar bir kişi var da, o da şeir yazardı, Sarablı, Ülya. Bir dənə məşhur qəzəli var idi, Saqiya. İçi girib meyxanəyə saqi, içib peymanə keyfləndim. Belə başlayan bir dənə qəzəli var idi. Yaraşıqlı bir kişiydi. O zaman olardı bunların 60 falan yaşı. Zaman nə tez keçir. O zaman mənim də 19 yaşım falan var idi. Orta məktəbi tezə bitirmişdim. Xülasə, onların da içərisində dəstə adamlar var idi. Öz bir-birlərinə daha yaxın məhrəm olanlar var idi. O Türkoğlu var idi. O Piruz dilənçi var idi. Sonra getdi Bakıya, oradan da Avropaya falana. Başqaları da var idi. Bu sərmayədar kişi, Ülyanın bir dənə Renault'su var idi. Çıxdıq getdik, Ülya dedi bir daha telefon eləginə. Bu dəfə də özü danışdı Səhər xanımla. Dedi, rahatsız etməsək gələk sizə. O da dedi, çox şad olaram, gəlin. Mən də mindim bu Renault'a. Mənim əmim oğlu da. 3 kişi arxada, yadımdan çıxıb, xülasə 5 kişi, 2 dənə maşın getdik bunlara. Bu Saplaq da zəng etmədən öncə, o da demişdi qonaqlarımız gələcək. Qəşəng əla belə həştərxanza da alıb qıpqırmızı etmişdilər bu qalamın. Getdik, həyatımda mən birinci dəfə o gözəllikdə qadın görmüşdüm. Özü də İstanbulda falan, Avropanı falanı gəzib dolaşmışdı. Çox gözəl idi. Qapını çaldıq, əlbəttə yanımda deyilər, o haraya getdik. Çünki qaranlıqda gedirdik, çoxlu maşın getdi deyəsən, Apadana tərəfləri idi, o zənginlərin oturduğu yer. Qapını çaldıq, bir dənə xanım qapını açdı. Qapının içində çox güclü bir işıq lampa yanırdı, qapı açılanda. Qapını açanda Səhər xanım özü idi. Belə tam Avropalı bir qadın kimi geymişdi, belə sinəsi açıq, dizdən aşağı açıq, qolları açıq. İnancına və üzü, o gözəl üzündən biraz mən yaxınlaşdım. Məni təqdim elədilər, dedilər haqqında danışdığımız o cavan olan buyuydu. Belə onun üzünə baxanda bunun üzündən bir dənə işıq gözümün içinə iynə kimi girdi. 2 dəfə mən belə olmuşam. Biri Səhər xanım vücudundan geriyə dönən işıq ucu elədi. Bir də Bakıda bir dənə bir qızın, sinif yoldaşımın belə yanımda oturmuşdum. Döndüm belə baxanda o da pəncərənin kənarında oturmuşdu. İşıq onun gözəl üzünə toxunub geri yansıdığında mənim gözlərimə o cür iynə kimi batmış və mən də Səhər xanımı o zaman xatırlamışdım. Keçdik içəri, başladıq şeirdən oxumağa, nə bilim də hər kəs nə bilirdisə danışdıq, çox danışdıq. O qədər mən də qəzəl oxudum orada Füzulidən, Nəsimidən, nə bilim Səməd Fırğundan falan, hamısında əzbər. Sıra gəldi. İndi Həmidə xanımla da biz tanış olmuşuq artıq. Mən dedim, mən sizin qəzəllərinizi oxumuşam falan. Hətta biz qismini də əzbər bilirdim o zaman. Hələ dedi, oxu. Başladım oxumağa, oxuyor. Mən də biraz üzlü bir adam. Keçdim Çağrıgah muğamında. Bunu belə mızıldamamı oxumağa. Onun bu qəzəli o zaman Furuğu Azadidə də çap olmuşdu. Lütfən buna diqqət et. Qəzələ deyir ki, üzmərəm dünyadan əl, yox, əldə varımsan mənim. Dar-ı dünyada olan dar-ı nədarımsan mənim. Düzdüm əl çatmazlığa səndən qalan dünyaları, tək ürək bilsin gərək, gizlincə yarımsan mənim. Eşqə söz verdim, sınıq peymanəni sındırmayam. Başqa ilqarı ilə sarsılmaz qərarımsan mənim.
Qoyma həsrət buxçasında eşqi pünhan eyləyim. Sığmaz heç əbada gizlin aşikarımsan mənim. Zirvələr alqış deyə baş qaldırır didarına. Sən bil ulduzlar dayanma, iftixarımsan mənim. Hər xəyaldan tor qurub şeiri şikar etmək dedim. Gördü mən göyçək şikarım, şahkarımsan mənim. Söylədin aşıq keçər daru nədarından. Səhər, yox, amandır söyləmə, daru nədarımsan mənim. Bu qəzəl. Ruznamədə də çap olmuşdu. Mən oxuya-oxuya, Ruznamədə çap olan, Ruznamə bunun əlindəydi, baxırdı. Diqqət et ha. Ruznamədə belə çap olmuşdu. Yazmışdı ki, bu beyti orada mən bilməyərək necə olduğunu söyleyeyim. Eşqə söz verdim, sənin peymanəni sındırmayam. Ruznamədə belə çap olmuşdu. Başqa ilqari ilə sarsılmaz qərarımsan mənim. Burada sınıq deyil, sənin və sınıq ərəb əlifbasında bir-birinə yaxın yazılır da. Ruznamədə də çap olanda sınıq biraz elə çap olmuşdu ki, belə pardon, o sənin sözü. Eşqə söz verdim, sənin peymanəni sındırmayam. Yəni, ondan yadigar qalan peymanəni sındırmasın. Peymanəni belə sındırmasın. Qayıtdı mənə dedi, onu bilərək elə oxudun. Dedim, nəyi? Dedi, orada sənin oxuduğun kimi yazılmıyor, baxın. Yazılıbdır ki, eşqə söz verdim, sənin peymanəni sındırmayam. Mən belə baxdım, gördüm, düz deyir, mən səhv oxumuşam. Mən belə oxumuşdum. Eşqə söz verdim, sınıq peymanəni sındırmayam. Dedim, bağışla, yanlış oxumuşam. Diqqətsizlik etmişəm. Qayıtdı mənə belə dedi. Dedi, yanlış oxumuşsun ya da bilmirəm, bilərək ya bilməyərək elə oxumuşsun. Amma ən doğrusu sınıqdır. Çünki sınıq olan peymanəni daha diqqətlə qorumaq lazımdır. Ona görə elə orada götürdü qələmlə öz dəftərində sənin sözünü elədi sınıq. İndi onun kitabı çap oldu da sonra orada da o Ruznamədə ki, qəzetdə ki, eşqə söz verdim, sənin peymanəni sındırmayam. O cür deyil, bu şəkildə. Mənim orada səhvən oxuduğum şəkli ilə çap olmuş. Eşqə söz verdim, sınıq peymanəni sındırmayam. Çünki orada dedi zaten o peymanəni deyəndə olur sənin. Orada vardı sənin. Sınıq olanda sınığı daha diqqətlə qorumaq lazımdır. Hə, belə idi. Sonra gecə neredeyse saat sabah 4'e qədər biz orada onun evində söhbət elədik oradan buradan. Sonra mənə dedi, sən harada əskərsən? Mən də dedim, əfsəriyyədə, Tehranda. Yazdı. Əfsəriyyənin dəftərinə yazdı. İndi gün doğdu. Pardon, biz oradan çıxdıq. Getdik Ülyanın evinə. Ülyanın kərəzdə bir evi var idi. O şairlər falan, o türk dilində yazanlar toplanardıq ora, toplanardılar. Gecikəndə də onun zirzəmisi var idi. Tərtəmiz belə. Orada yatıp qalardıq. Yatdıq, gecəni getdik saat 10'a qədər, 11'e qədər orada yatdıq. Mənim əmoğlumla ikimiz. Biri də var idi, bilmirəm kim idi. Bunu da söyleyeyim ki, Səhərin evində bir özüydü. Bir də təqribən 30 yaşında olan bir cavan oğlan var idi. O cavan oğlan da çox güclü türkçüydü. O məxfi saxladı, adını söyləmədi. Bilmirəm kim idi. Çox ilginç. Elə gözəl danışırdı türkçə. İstanbul türkçəsində dalğaları danışıq tərzində var idi. Amma əsasən mənə qulaq asırdılar. Mən şeir oxurdum. Feyziyab edirdim də oradakılar. Onlar qaldı, biz də çıxdıq getdik. Əri deyildi ha. Çıxdıq getdik, yatdıq. Sonra biz orada yatmışkən təzədən Səhərə telefon eləyirlər. Səhərə telefon etməkdən başqa Azəri adında bir dənə, o da çox belə orta sinifə ya da zəngin
bir durumu var idi. Azəri adında təxəllüsü ilə şeir yazardı. Ona telefon eləyirlər, o da dəvət edir, deyir götürün gəlin bizə. Səhər xanımla dəvət edirlər. Ah, yadaş bəxeyr. Nə qədər hörmət etdilər mənə o zaman. Durduq, xülasə oyandıq. Ondan sonra Ölüyayı dedi gedin bir duş tutun. Duş tuttuk, ikimiz de getdik. Yuyunduq. Durduq getdik Kərəzdə. O Azəri indiyə yaşamaz. O zaman yaşlı bir kişiydi. O zaman bir 75 falan yaş olardı. Getdik bunun evinə. Çox möhtəşəm bir evi var idi. Belə saray kimi. Birazdan səhər də gəldi. Amma oğlan gəlməmişdi. Səhər tək gəlmişdi öz maşını ilə. Mən heyrət edirəm yəni. Çox gözəl bir xatirə idi. Orada yine de başladık, herkes sırayla şeir okuyor. Bu defa orada çok adam gelmişti. Çoxlarının adı Fərzanə falan da gelmişti. Hatırlaya bilmirəm. Durduq. Biz saat 8'e kadar çatmalıyıq ya 10'a kadar geri dönməlidik. Geri dönməyəndə adam cəzalandırırdılar. Xülasə bizi koydular maşınlarına. Orada oydu, sonra qaflantı var idi, oydu. Bunlar hamısı gəlmişdilər. O Azərinin oğlu bizim indirdi öz maşınına. Bilirsən də Kərəzlə Əfsəriyə Tehranın ən uzqar tərəfidir. Ondan sonra da heç bir şey yoxdur. Təqribən bir 3 saat sanıram bəlkə ya 2 saat yarım falan apardı bizi Padıqanın qarşısında indirdi. İndik, getdik. Çox gözəl bir xatirə oldu. Sonra, indi baxa, çox təəssüf edirəm. Bir dəfə, bir dənə oğlan mənə gəldi, dedi, orada o əskərlərin mülaqatına gələnlər bir yer var idi. Ataları, anaları gəlib orada uşaqlarını görüb bir 2 saat, 3 saat danışıb gedə bilirdilər. Bir oğlan gəldi mənə dedi, şeydir, sənin anan nə gözəldir. Güldüm, dedim anam harada görmüşsən. Dedi anan səni gözləyir orada şeydə, o mülaqat odasında. Dedim ben zarafat edir, ciddiye almadım. Bir de o oğlanla o karşılaştık. Dedi gittin gördün ana, o dedim yok. Dedi baba anan seni gözləyir, get yanında. Mənim də anam çətdi, tək başına gələ bilməz. Dedim kimlə? Dedi tək oturub orada səni gözləyir. Mənə də dedi ki Cavanşiri görsəniz denən anan səni burada bəşləyir. Birdən yadıma düşdü. Dedim bu Səhər xanım olacaq ha. Durdum qasaq artıq 2 saat üstündən keçmişdi. Gedəm görüm kimdir bu. Getdim baxdım gördüm heç kəs yoxdur. İndi mən düşünürəm ki o elə Səhər xanım imiş. Çünki orada da mənə dedi gəlib səni görəcəyəm, amma mən inanmadım. Bir də anam deyəndə o mənim 19, onun da məndən bir 15 yaş böyük olardı da. O yaşda məsələn fikrimə gəlmədi ki o məsələn mənə anası kimi təqdim edər və çarəsi yox idi da. O zaman gəlib orada o başqa söz deyə bilməzdi ki. O zaman da inqilab təzə olmuşdu, hər şeydən şübhələnirdilər. Məcbur oldu yəqin gələ deyə ki, anasıyam, mən də xülasə buzur oldu. Ondan da sonra heç bir zaman daha Səhər xanımı görmədim. Sonra eşitdim ki, bir dənə də kitab, araşdırma kitabı çap olmuşdu o şairin Məsihi haqqında, türkçə yazmış bir 2 dənə qəzəl. Çəkilmiş təsəvvüfə, irfana və hər kəslə irtibatını, ilişkisini qurmuş. İsveçdə yaşayırmış. Çox çalışdım, adresini axtaram da, mən özüm Avropaya gəldikdən sonra da gedəm görüşəm. Tapa bilmədim. Onun bir dənə Mavilər adında kitabı var. Bu kitabını öz səsi ilə kaseti də alıb yazmışdır və
Sahir'in de, Sahir intihar ettikten sonra, Habib Sahir özünü öldürdükten sonra onun şeirlerinden bir kaset çıkartmıştı. Çok yayıldı da. Bir bu oxumuşdu. Bir de onun evində dedim ha, bir dənə oğlan var idi. Onu mən bilmədim kim idi. Türkçəsi çox gözəl idi. Onunla beraber oxumuşdular. Ondan sonra bu mənə o kadar təsir etmişdi bu xatirə. Mənim bir dənə romanım çap oldu Bakıda. Yolatayın xatirələri. Yolatayın xatirələri kitabındakı Pərinay surəti, karakteri aslında oradaki karakter Səhər xanımdır. Çox üzüldüm Səhər xanımın vəfatına görə. Bir dənə şeir oxuyum ondan. Yine niskil leçəyin saldı xəzan, açmamış qonçələri çaldı xəzan. Məni də caynağına aldı xəzan, yaşıl ehsaslı çəmən saxla mənə. Yalana düzlük oxu etsə əsər, kül bitib gönçə gülüb açsa səhər, bir də görkəmli ürək görsən əgər, o ürəklərdə vətən saxla mənə. Sözlərin sinələrə köz qaladar, duyğunu töşkülü közdən caladar, onda ki söz günəşi çalxaladar, sözdə ulduz kimi dən saxla mənə. Dayaq ünvanlı dağ avarəsiyəm, qara günlərdə ağ avarəsiyəm, bir gülüşlük dodaq avarəsiyəm, qəmlərə qarşı gülən saxla mənə. Demirəm xoşluğa yad et, yada sal, qəm önündə adımı fəryada sal, məni də qəm bölüşəndə ada sal, bir ürək paylı məhən saxla mənə. Bir dayan, zirvəyə diz qoy, gəlirəm, sanma ki xəstəyəm, iz qoy, gəlirəm, bir çanaq sözdə dəniz qoy, gəlirəm, bir döyüş meydanı çən saxla mənə. Ucalıqlarda izin var deyərək, çıxaram dağlara yar yar deyərək, səhərəm, qürbət evin dar deyərək, vətən ünvanlı kəfən saxla mənə. Başqa bir dənə də qəzəlini oxuyum Səhər xanımın. Həsrət yaş olub gözlərə dolmaqdadır, day gəl. Göz yaşları axmaqda, sel olmaqdadır, day gəl. Hicran toru dünyanı qəfəs tək bürüyübdür, dünya kimi bağrımda daralmaqdadır, day gəl. Hicrində keçən ləhzələri yanğılı saz tək, qəm pəncəsi, ah zəxməsi çalmaqdadır, day gəl. Sənsizliyə dözmək nə sayaq mümkün olarmış. Dözdüm, dözümüm canımı almaqdadır, day gəl. Gəl, qoy günəşin baydası dünyaya calansın. Bağrımda qaranlıq izi qalmaqdadır, day gəl. Sal dağlara hay, göydə bulutlar dilə gəlsin. Yarpaq kimi varlıq boyu solmaqdadır, day gəl. Yatmaz yolunu gözlərim ulduz kimi gözlər. Gözlər kökü həsrətlə saralmaqdadır, day gəl. Hər gün səhər
Addımlarının mahnısını izlər. Açmış səhərin bağrı qaralmaqdadır. Day gəl.